Hansı madər yetirib dəhrə bir övladı bəşər, ki onun nur cəmalı ilə aça Kəbə səhər. Həsəneynə ata, Zəhra-i Bətulə şövhər, həm ona qaynata həm qardaş ola peyğəmbər. Aləmə tac vilayətlə seçilsin sərvər. O kişi Həzrət Əli ibn Əbi Talibdir. Əsədullah idi, hər cəngidə o qalibdir. Kəbədə kimdir qoyan ərş-i müəllaya qədəm? O sənəm kimdir əli ilə qırılıb cümlə sənəm? Kimin me'racı apardı ürəyində xatəm? Kimin ismi ilə könüldən silinir dərd və ələm? Kimin eşqi ilə ədəmdən yaranıbdır aləm? O kişi Həzrət Əli ibn Əbi Talibdir. Əsədullah idi, hər cəngidə o qalibdir. Kim göyün yollarını yaxşı bilirmiş yerdən? Kim səma səddini ahi ilə dəlirmiş yerdən? Kim yazıb ya Əli məzlum silirmiş yerdən? Kim bəla nazil olan vaxtı gülürmüş yerdən? Kim namaz üstə tamamən üzülürmüş yerdən? O kişi Həzrət Əli ibn Əbi Talibdir. Əsədullah idi, hər cəngidə o qalibdir. Kimdir elmin şəhərində uca bir dərvazə? Kim açıb şəhbəri Cibrili gəlib pərvazə? Kim peyğəmbər kimi məhrəm seçilibdir razə? Kimdir həqqin özü o kəslə gəlir avazə? Kimdir bir an nəzər etsə dönər ömrün yazə? O kişi Həzrət Əli ibn Əbi Talibdir. Əsədullah idi, hər cəngidə o qalibdir. Kim təlaq ilə bu dünyanı qoyubdur nakam? Kimdir o buğdanı öz nəfsinə qılmışdı həram? Kim rükuda üzüyün sağ ilə qılmış ikram? Kim su ilə açıb iftarını 3 gün axşam? Kim yetimlər evinə hər gecə bağlıb ehram? O kişi Həzrət Əli ibn Əbi Talibdir. Əsədullah idi, hər cəngidə o qalibdir. Kimdir lam ilə əlif hərfini nun ilə silən? Kimdir lam ilə əlif hərfini nun ilə silən? Nar ilə nuru qiyamət günü bəs kimdir bölən? Kimdir əsrar-ı səmavatı bu aləmdə bilən? Kimdir bəs surətinə şahid olur hər bir ölən? Kimdir müşküldə adın söyləsən imdada gələn? O kişi Həzrət Əli ibn Əbi Talibdir. Əsədullah idi, hər cəngidə o qalibdir. Bir nəfər vardır onun elminə dərya deyilir. Bir nəfər vardır ona Seyyid-i Mövla deyilir. Bir nəfər vardır ki ismindən əzəl ya deyilir. Bir nəfər vardır ona Saqi Səhba deyilir. Bir nəfər vardır ki üşşağına rüsva deyilir. O kişi Həzrət Əli ibn Əbi Talibdir. Əsədullah idi, hər cəngidə o qalibdir. Ey fənai, bir ağam vardır onun nokəriyəm. Dərgəhində o şəhin çakərinin çakəriyəm. Gər qəbul etsə məni, qəmbərinin qəmbəriyəm. Nə qədər ömr varımdırsa qulami dəriyəm. O kişi Həzrət Əli ibn Əbi Talibdir. Əsədullah idi, hər cəngidə o qalibdir. Bismillahirrahmanirrahim. Salam əziz, dəyərli tamaşaçılarımız. Qum Danələri verilişimiz yenə efirdədir. Həmişəki kimi qonağımız, ilahiyyatçı alim, əziz ustadımız Hacı Fariz Xammədlidir. Hacı, xoş gördük. Çox sağ olun. Allah hər vaxtınız xeyirli, bərəkətli olsun. Cümləmizin inşallah var olasınız. Allah gələn günlərinizi xeyirli eləsin inşallah. Hacı, belə qərarlaşmışdıq ki, biz neçə verilişi İmam Əli əleyhissalamın adını həsr eləyək inşallah. Zikr-i Aliyyun ibadə. Əlinin zikri ibadətdir. Amma bir sualla keçid eləmək istəyirəm söhbətləri Hacı. Bu sualın nəzdində inşallah cavablandırarsınız və Əli əleyhissalamdan gözəl söhbətimizdən bəhrələnərik. Hacı, peyğəmbərliklə imamət mövzusu haqqında istərdim danışasınız.
Bismillahirrahmanirrahim. Mən də salamlayıram sizi. Sizin simavuzda bütün izləyicilərimizi. Aleykümselam. Allah təbarək və təala əməllərimizi qəbul eləsin, ibadətlərimizi qəbul Amin. eləsin. Allah sizin təbibinizə qüvvət versin, bərəkət versin. Allah razı Nə olsun. gözəl Əli ibn Əbi Talib əleyhissalam barəsində bu misraları yazmaq nəyə desin dəyər, ta ki Əli özü bizə bir lütf nəzəri ilə nəzər eləsin. Deyir bir şair gəldi Əli əleyhissalamın hərəmində oturmuşdu. Gördü bir nəfər gəldi, Həzrət üçün bir qəsidə oxudu, bir beyt qəsidə oxudu və üstdən qızıl şamdanlardan biri qopdu düşdü yerə. Bu da götürdü, üzün tutdu İmam Əlinin qəbrinə, məzar-ı şərifinə, təşəkkür elədi, getdi. Bu adam ki orada oturmuşdu, bu mənzərəni seyr eləyirdi, baxırdı, dedi: "Ya Əli, bu sənə bir beyt şeir oxudu. Mən sənə nə qədər şeir, qəsidə yazmışam. Baiyyə, taiyyə, raiyyə, nə qədər yazmışam sənə. Heç mənə heç nə verməmsən." Dedi, getdi. Axşam yatmışdı yuxusunda, Əli əleyhissalam girdi onun yuxusuna. Ona dedi ki, bir nəfər bizim barəmizdə bir misra yazıb, ardın yaza bilmir. Mən sənə o misranı deyirəm. Hindistandadır, bir tacirdir, həm də ədibdir. Filan günü də məclis eləyəcək. Şüəranı yığacaq, bütün məntəqə şairlərin yığıb ki, onun ikinci misrasını yazsınlar, desinlər ona. Mən də sənə deyirəm, onun ikinci misrası belədir. Özü də biri yazıb, ikini yaza bilmir. Beyti tamamlaya bilmir. Bu misranla razılaşacaq o ədib. Razılaşacaq. Bu misranı buna deyir, adam durur gedir, məclisdə oturublar, hamısı hərə deyir, mən belə yazaram, belə deyərəm, belə demişəm, heç biri düz gəlmir. Bu durur deyir ki, mən deyə bilərəm onun cavabını. Beyt belə idi. Dedi, bezərri gər nəzəri lütf bu turab konət, be asiman rəvəd o kar aftab konət. Əgər lütf nəzəri ilə Əbu Turab, torpağın atası Əli əleyhissalamın kunyələrindən idi. Əli ibn Əbi Talib əgər lütf nəzəri ilə bir zərriyə baxsa, o zərrə yüksələr səmada günəşin işin görər. Bu mənadadır ki, bizim aləmdə zərrat var. Günəş olanda biz onları görürük. Deməli, zərrənin görünməsi günəşin vasitəsiyləndir. Günəş olmasa biz zərratı görmürük. Buyurur ki, əgər Əli bir şəxsə, məsələn sizə, mənə, fərdlərə lütf nəzəri ilə baxsa, artıq biz özümüz də günəşə çevrilib başqalarının üzə çıxarda bilərik. O qədər böyüyərik ki, başqalarının üzə çıxarda bilərik. Təbiidir, Əli ibn Əbi Talib əleyhissalamın sizə bir lütfü var ki, sizə bu misralar Allah tərəfindən ihda olunur, hədiyyə olunur. İmam Sadiq əleyhissalamdan hədisdə keçir, Həzrət buyurur ki, hər kim bizim barəmizdə bir beyt şeir yazsa, əmin olsun ki, o Ruhul Qudus tərəfindən ona üfürülüb. Müqəddəs ruh tərəfindən Cəbrail vasitəsilə ona gətirilib, çatdırılıb. Yəni bir növ vəhyidir. Şairin mənalı şeiri Allah tərəfindən ona olunmuş ilhamdır. Bu çox böyük bir məqamdır. Həmd eləmək lazımdır Allaha. Və ümumiyyətlə mən oxuyurdum bir yerdə. Demək, dünyanın bəlağətli natiqlərinin içində ən önəmlilərindən biri, demək olar ki, lap birincisi Churchilldir. Bu İngiltərədə yaşayan siyasi xadimlərdən biri olub. Çox dəhşətli dərəcədə fəsahət və bəlağət olub. Hətta onun haqqında yazırlar ki, taksi ilə gedirdi radioda danışmağa. Radioda çıxışı var idi. Taksi bunu gətirən taksi dedi ki, burada məni gözlə, mən yarım saatdan sonra çıxacam, məni apararsan. Gözlə burada məni. Taksi dedi, yox, mən səni gözləyə bilmərəm. Dedi, niyə? Dedi, çünki 10 dəqiqədən sonra Churchillin çıxışı başlayır. Nə olur olsun, mən işimi atıb ona qulaq asmalıyam. Churchill belə baxdı ona, mən sənə zəhmət haqqının 10 bərabərini verirəm, gözlə burada məni. Bu adam da bilmir, axı taksisi bilmir bu Churchilldir. Dedi, cəhənnəm olsun Churchill, ver mən gözləyəcəm səni. Dedi ki, mənə istəyənlər də bir yerə qədər imiş, pul məsələsi ortaya gələndə onlar da imtina edilmişlər çıxışımdan. Sözümün canı budur ki, çox dəhşətli dərəcədə natiq olub və bəlağətli, fəsahətli danışan olub. Dinləyəni ani vəziyyətdə, ani halda təsir buraxarmış və dinləyicinin öz təsirinin altına almağı bacararmış. Özü xatirələrində yazır ki, mənim nitqimin təsirinə səbəb olan ən önəmli məsələ mənim şeiriyyata olan marağım idi.
Şeiriyyata çox güclü marağım var idi. Hətta deyir mən şeir oxumağa bəzən vaxt tapa bilməzdim. Çıxışlarım olardı, hazırlanım filan eləyim. Şeir dinləməyə vaxtım olmazdı. Şeir dinləməyə üstünlük verərmiş. Vaxt olmayanda salardım şeir dinləməyi bərbərə getdiyim vaxtda. Gedərdim ki, saçımı, üzümü islah elətdirim, qırxdırım, kəsdirim. Həmin vaxtı birdən şair çağırardım, yaxud bir nəfər şeir oxuyan çağırardım, Şekspirdən oxuyardım, mən də qulaq asardım. Diqqət edin. Adam öz nitqində təsiri şeiri dinləməkdən görərmiş. İndi bir də ola adam şair ola, özü yaza. Həqiqətən bu çox böyük məqamdır Allah tərəfindən. Xüsusilə sizə ərmağan olunub. Allah inşallah bunu daimi eləsin və sizə, bizə bütün o adamlar ki, şeir başa düşə bilirlər, onlara bunu çox görməsin inşallah. Bu böyük məqamdır. Təşəkkür edirəm. Cümləmizdən inşallah. Və orada siz bir gözəl beytə işarə eləmişdiniz. Lav o, əlif o, nun məsələsinə ki, bu şeirdə işarə olunurdu. Kimdir lam ilə əlif hərfini nun ilə silən? Nun ilə silən. Deməli, təsəvvür eləyin, bir tarixi hadisədir. Yəqin ki, siz də əminəm ki, siz orada ondan təsirlənmisiniz. Oradakı onlar verdilər, İmam Əli əleyhissalam biraz boyu xırda idi. Bunlar hündür idilər, uca boylu idilər. Əli əleyhissalam bunlarla, indi Əlinin boyu xırda deyildi ya, normal idi. O dövrün nisbətən. Və həm də o adamlar ki, onun yanında idilər, onlara nisbətən Əlinin boyu biraz xırda balaca göründü. Yoxsa Əli xırda boylu deyildi. Orta boylu adam idi. Məsələn, bəzi adamlar deyirlər, Əli qarınlı idi. Əli qarınlı deyildi İmam Əli əleyhissalam. Əli ibn Əbi Talib əleyhissalam sinəli idi. Yəni pəhləvan idi. Ona görə adətən Həzrət Əli əleyhissalam zireh giyəndə sinəsinin əzələləri, qolunun əzələləri zirehdən görünərdi, qabarıq surətdə. Və alnı açıq idi Həzrətin, tükü az. Məsələn, saçı tökülməmişdi, keçəl deyildi, amma alnı adamlar vardı, alınları böyük olar, saç biraz alnın yuxarı tərəfindən çıxar. Forması belə idi Həzrət Əli əleyhissalamın. Bunlar Əli ibn Əbi Taliblə gələndə bir-birinə dedilər ki, Əliyun fina kənnuni fi ləna. Dedilər, Əli bizim aramızda ləna sözündəki nuna bənzəyir. Yəni o ərəbcə oxuya bilənlər, yaza bilənlər bilirlər. Lam, ləna yazılanda nun, lam uzun olur, nun ortada balaca olur, bu tərəfdən də əlif uzun olur. Nun orada balaca görünür. Yəni sağda, solda hündür boylu, ortada Əli ibn Əbi Talib əleyhissalam, xırda boylu olanda bunlara nisbətdə lənanın da mənası elə biz deməkdir. Yəni bizim aramızda Əli ləna kimi görünür. Ondan sonra Əziz Əmir onlara bir ədəbi cavab verir. Buyurur, əgər oradan nun olmasa, siz la olarsınız. La yox deməkdir. Ləna biz deməkdir. Nə qədər ki, bunlar Əli ilə bərabərdilər, vardılar. Elə ki, Əlidən kənara çıxarlar, bunlar həlak olarlar. Lənadan onun hərfini götürəndə qalır la. Siz də ora işarə eləmişsiniz. Gözəl, istədim izləyicilər onu başa düşsünlər. Çünki biraz dərin mənada ola bilər, kimlər üçünsə başa düşülməsin. Və bizim bütün klassiklərimiz, xüsusilə Şeyx Nizami, Allah ruhunu şad eləsin, nə gözəl bəyan eləyir. Buyurur, bütün səhabələrdən danışır, xəlifələrdən danışır. Amma elə ki, gəlir Əli ibn Əbi Talib əleyhissalama çatır. Deyir, zibədi mərifəti kerdigari ləm yəzəli nəbi didəm o, angəh Əliyyü alı Əli. Mərtəbədə o ləm yəzəl olan Allahın mərifətindən sonra kimə mərifət tapmalıydım? Nizami gör necə ayırır, hamından danışır. Bütün xəlifələrdən danışır, bütün səhabələrdən danışır. Xüsusilə qeyd edir. Amma istəyir ki, Əlini Peyğəmbərdən ayırmasın. Və istəyir bu Peyğəmbərlə Əlini bir yerdə deyəndə də yenə də bunların məqamı tam çatmayacaq. İstəyir o rütbi, mərtəbələri də desin. Deyir ki, Allah ki, ləm yəzəldir. O Allahın mərifətindən sonra gördüm ki, bu aləmdə ən vacib olan mərifət, ən tanınması şəxsiyyət Peyğəmbərdir, Əlidir və Əlinin əhl-i beytidir, alə Əlidir. Ki, bunlar hamısı kulluhum nurun vahiddir. Bunlar hamısı bir nurdular. Bunları bir-birindən ayırmır. Bizdə görürsünüz, məsumlar vurğuluyurlar. Bururlar Əl-Həsən və Əl-Hüseyin imaman. Qama əqada. Həsən və Hüseyin ikisi də imamdılar. İstəyir qiyam eləsin, istəyir sülh eləsin. Heç bir fərqi yoxdur. Yəni, bir imam əsirlikdə olub, bir imam hakimiyyətdə olub, bir imam elmlə məşğul olub, bir imam sadəcə məsciddə dua eləyib, bir imam zindanda olub,
Bir imam əskərlər əhatəsində qalıb. Bir imam qeybət dönəmindədir. Niyə bu fərqliliklər imamların həyatında var? Bu insan həyatını əhatə eləmək üçündür. Bunlar hamısı bir nurdular axı. Məsələn, Nəhnu ərvahun vahid fi əcsadin müxtəlifə. Biz müxtəlif cisimlərdə, cəsədlərdə bir nuruq. Biz bütün bədənləri əhatə edən bir dənə nuruq. Kulluhum nurun vahid. Təsəvvür eləyin, peyğəmbərin 23 illik bir peyğəmbərlik dönəmi var. Əgər bir nəfər adam peyğəmbərin həyatını özü üçün götürsə, peyğəmbər həyatında bəzi məsələlər yoxdur. Məsələn, bir dənə adam ola bilər əsir olsun. Peyğəmbər əsir olmayıb heç vaxt. Ola bilər də bir nəfər adam qürbətdə yaşadılsın. Ola bilər peyğəmbər o qürbətin, o acısını o formada çəkməyib. Peyğəmbər həyatında bəzi məsələlər var. Məsələn, peyğəmbər qeybət dönəmi yaşamayıb. İndi bir nəfər adam qeybət dönəmində yaşayır. Yəni bizdə bir 250 illik sirə var. Bizə niyə görə deyilir, bax, peyğəmbərliyin başlanğıcından Həzrəti Məhdi sallallahu əleyhin böyük qeybətinin başlanğıcına qədər 250 ildir. Bəli. Bu 250 illik bir dənə yol var, sirə var. Bu 250 illik yolun içində hər nə var? Xəlifəlik var, izzət var, çətinlik var, ölüm var, şəhadət var, ibadət var, elm təbliği var, zindan var. Nə istəyirsən bu 250 illiyin sirənin içində var. Zamanlar da bir dənə insan, zamanlar da fərqlidir. Bu sözümün məqsədi var. Bir dənə insanın başına gələ biləcək bu aləmdə nə varsa orada var. Bizə niyə məsumların həyatı höccətdir? Çünki bəzi hadisələr bizim başımıza gələ bilər, onlar peyğəmbərin başına gəlməyib. Yəni bizim sözümün məqsədi burasındadır ki, biz axtardığımız çətinliklər ki bizim həyatımızda var, biz onu sadəcə peyğəmbərin 23 illik peyğəmbərlik dönəmində tapa bilməyəcəyik bəzi məsələləri. Düzdür, sevgili peyğəmbərimiz əzabların ən böyüyünə mübtəla olub, ən çətinliklərə olub. Hacı, hətta peyğəmbər əleyhissalamın özündən də belə bir hədis var ki, peyğəmbərlərin arasında məndən çox əziyyət çəkən olmayıb. Bəli, çox gözəl, çox mükəmməl. Yəni sevgili peyğəmbərimiz buyurur ki, heç bir peyğəmbər öz qövmü tərəfindən mənim qədər əziyyət olunmayıb. Təbiidir. Bu əzablar sevgili peyğəmbərimizin başına gəlib, amma bəzi məsələlər var, peyğəmbər onları yaşamayıb da. Yəni o həyatında baş verməyib. Nə baş verməyib? Məsələn, sevgili peyğəmbərimiz öz İslam ümməti tərəfindən ailəsi şəhid edilməyib öz dönəmində. Amma İmam Hüseynin ailəsi şəhid edilib. Misal, sevgili peyğəmbərimiz İslam ümməti tərəfindən məhrumiyyətlərə vadar olunmayıb. Amma qeyri-İslam ümməti tərəfindən, müşriklər tərəfindən Şeybə Əbi Talibə salınıb, blokadiya salınıb, iqtisadi blokadiya, siyasi blokadiya. Amma onlar qeyri-müsəlmanlar idi. Əhl-i Beyt isə İslam ümməti tərəfindən bu işlər başına gətirilib. Və yaxud məsələn, sevgili peyğəmbərimizin elm nəşr dönəmi olmayıb. Amma Əhl-i Beyt həyatında elm nəşr dönəmi olub. Sevgili peyğəmbərimiz İslam xəlifələri tərəfindən, məsələn, Mədinədən götürülüb Tusa aparılmayıb İmam Rıza əleyhissalam kimi. Yəni sözümün canı burdadır ki, sevgili peyğəmbərimizin həyatında baş verən çətinliklər bir miqdar çətinliklərdir, ən ağır çətinliklərdir. Ondan sonraki dönəmdə Əhl-i Beytin həyatında olan çətinliklər var. Mən bunları müqayisə eləmirəm, demirəm Əhl-i Beytin çətinliyi peyğəmbərin çətinliyindən çox idi. Əhl-i Beytin çətinliyi də elə peyğəmbərin çətinliyi idi. Ən ağır çətinliklər sevgili peyğəmbərimizin başına gəlib. Mən çətinliyin ağırlığı ilə müqayisə eləmirəm burada. Mənim diqqəti çəkmək istədiyim məsələ başqa yerdədir. Mən bir İslam ümməsi olaraq bu günləri bir zamanda yaşayıram. Mənim imamım qeybətdədir. Mən peyğəmbəri görmədən sevmiş bir şəxsəm. Peyğəmbər sahabələri onun ətrafında yaşayırdılar. Amma mən öz imamımı görməmişəm. Mənim imamım qeybirədir. Mən onları görmədən iman eləmişəm. Mən İslam ümməti olaraq həyatımda bəzi çətinliklər yaşayıram. Məsələn, mən əsir düşmüşəm bir yerə. Əsir olmuşam. Əsirlikdə saxlanılıram. Mən istəyirəm peyğəmbər həyatından örnək olaraq əsirlik məsələlərini götürəm. Mən istəyirəm İslam ümməti olaraq bir yerə gəlmişəm, misal deyirəm. İslam ümməti bir zamanlara tuş gəlib, orada İslamı danışmağa icazə verməyiblər. Məsələn, biz bir dönəmə tuş gəlmişik, Sovetlər Birliyi dönəmində İslamın təbliğatına icazə verilmirdi, İslam danışılmağa icazə verilmirdi. Biz axı burada kimdən örnək götürməliyik? Nə formada kimi özümüz üçün örnək götürüb bilməliyik? Məsumların həyatı biz üçün örnəkdir. Biz baxırıq, görürük o dönəmdə ki, icazə vermirdilər İslamdan danışmağa. İmam Səccad əleyhissalam gedirdi, məsciddə otururdu, dua eləyirdi.
Duanın zimnində insanlara İslam öyrədirdi. Cəmiyyət yığışırdılar, məsciddə oturublar, İmam Səccad əleyhissalam da oturub, əlin qaldırıb deyir, ilahi, əlbəsətnil xətaya savbə məzəlləti və cəllələni təbaudu minkə libasə məskənəti. İlahi, bu səndən uzaqlıqdır ya, bu miskinlik, zəlillik libasını mənə geydirib. İndi biri gəlir imamdan soruşa bilərdi ki, ağa, zillət libası insanın əyninə necə geyiləcək? İnsan necə eləyə bilər, zillətdən uzaq olsun, izzətlə yaşasın? Ağa bu suala cavab versəydi, ağanı da tutub aparırdılar, onu da tutub aparırdılar. Ağa cavab verəmirdi, ona görə məsciddə dua eləyirdi. Duanın zimnində, nəzdində onu açıqlayırdı sahabələrə. İnsanlar ki, orada otururdular, duaya qulaq asırdılar. Və əmətə qəlbi, deyirdi, mənim qəlbim ölüb. Heç kim gəlib yaxınlaşamırdı, qadağan eləmişdilər İmam Səccada yaxınlaşmağı. Deyirdi, əmətə qəlbi, ilahi qəlbim ölüb, fəhiyha bi tövbətin minki, sənə tövbə eləməklə onu dirildirəm. Öyrədirdi qıraqdakılara, elə ki, Allahdan uzaqlaşdınız, qəlbiniz öləcək günah nəticəsində. Qəlb öləndən sonra yenə də naümid olmayın, dirildməyin yolu var, tövbə eləyin. Dua zimnində mərifət öyrədirdi. Nə boyda məsələ idi. Yəni, indi bir nəfər adam Sovetlər Birliyi dönəmində tuş gəlib bu məsələyə, istəyir məsələsini aydınlaşdırsın. Tətbiq eləməlidir. Gərək tətbiq eləməlidir. Tətbiq üçün gərək İmam Səccadı tanısın. Gərək İmam Baqiri tanısın, İmam Sadiqi tanısın, İmam Kazimi tanısın. Qürbətdə baş çıxartmaq üçün qürbətdə hicrət eləyib öz məntəqəsindən qıraqdadır və nəzarət altındadır qürbətdə. Neynəsin İmam Rızanı tanımalıdır, baxmalıdır İmam Rızanın həyatını. Yəni demək istəyirəm, orada Şeyx Nizami gör hara işarə eləyir. Deyir, zəbədi mərifəti kərdigar ləm yəzəli, nəbi didəm o angəh Əliyyü alə Əli. Mən Peyğəmbəri gördüm Allahın mərifətini, görən kimi, onu tanıyan kimi, Allaha mərifət tanıyan kimi dedim ki, Muhammed sallallahu aleyhi və səlləm tanımaq lazım. Ancaq, siz özünüz ədibsiz də bunu gözəl bilirsiniz. Nəbini tanıydım, dərhal Əlini gördüm böyründə. Özdə tək Əli yox ha, Əliyyü alə Əli. Əli və Əlinin əhli beytini gördüm orada. Niyə bizə başa salmaq istəyir ki, bu mərifət Allah, Peyğəmbər, Əli və Ali Əli, bu mərifət belədir, bu Quran mərifətidir. Ətiullaha və ətiur rəsul və ulul əmr. İtaət eləyin Allaha və Allahın rəsuluna və əmr sahiblərinə, ardıcıl surətdə bunları bizə deyir. Yəni, bunları bir-birindən ayırmaq olmaz. Ona görə şüəra buna zaman-zaman yer ayırıblar, vaxt ayırıblar. İstəyiblər bizə bunu vurğulasınlar ki, hər nə Əli ibn Əbi Talib və onun pak övladının sevgisi ilə insanı qabağa apara bilir, insanı kamilliyə tərəf apara bilir. Ona görə sizin o sualınız ki, əvvəldə gözəl vurğuladınız onu, imamət məqamı və nübüvvət məqamı. Baxın, imamət məqam olaraq nübüvvət məqamından üstündür. İmamət məqamı, peyğəmbərlik məqamından üstündür. Bu fərd olaraq deyil ha. İndi bu anlamda deyil Əli ibn Əbi Talib Həzrəti Muhammed sallallahu aleyhi və səlləmdən üstün olub. Əstəğfurullah, bu belə deyil. Bunu heç kim deyə bilməz. Peyğəmbər bəşərin ən kamilidir. Peyğəmbər həm imam idi, həm nəbi idi, həm nübüvvət məqamı var idi, həm imamət məqamı var idi. Peyğəmbər bütün bəşərdən üstündür. Yəni Əli ibn Əbi Talib ki, döyüşlərin aslanı idi, belə vurğulayırdı. Deyirdi, elə ki, döyüş bizə ağırlıq eləyərdi, sarsıntı gətirərdi, biz Peyğəmbərə sığınardıq. Baxa, yəni Əli aslan, döyüşlərin, müharibələrin aslanı olan Əli ibn Əbi Talib əleyhissalam deyir ki, döyüş bizə ağırlıq eləyəndə biz Peyğəmbərə sığınırdıq. Görün, Peyğəmbər kamilliyin, gör, kamilliyin hansı məqamındadır Peyğəmbər. Gör, nə boyda məqamdadır. Yəni, biz bunu heç kim deyə bilməz ki, Peyğəmbərdən üstündür imam, hansısa imam, Həzrəti Muhammeddən üstündür. Bütün peyğəmbərlərdən və bütün varlıqdan Həzrəti Muhammed sallallahu aleyhi və səlləm üstündür. Amma məqam olaraq biz bəhs eləyəndə, fərd olaraq deyil, məqam olaraq bəhs eləyəndə imamət məqamı, nübüvvət məqamından üstündür. Onun ən böyük nümunəsi də budur ki, İbrahim üçün Allah təbarək və təala Həzrəti İbrahim əla nəbiyyina və aleyhissalam üçün danışanda buyurur ki, İbrahim elə ki bizim imtahanlarımızdan keçdi, tamamladı imtahanımızı, Allahdan o kəlmələri aldı və nübüvvət məqamı var idi. Biz ona belə dedik ki, biz səni yer üzündə imam qərar veririk. Yəni İbrahim imtahanlardan keçəndən sonra əla nəbiyyina və aleyhissalam, Həzrət İbrahim imtahanlardan ki keçdi, Allah ona imamət məqamı verdi. Rütbəsini böyütdü. Yəni məqam olaraq imamət məqamı nübüvvət məqamından
böyük məqamdır, üstün məqamdır. Bizim peyğəmbərimiz və bir neçə peyğəmbər imamət məqamına sahib olublar. Bir də bir sözü də mən açıqlamaq istəyərdim. Siz bayaq bir hədis vurğuladınız. Sevgili peyğəmbərimiz buyurur ki, məni qədər heç bir peyğəmbər əziyyət çəkməyib. Çox möhtəşəm hədisdir bu, çox ağrı verici və acı verici hədisdir ki, sevgili peyğəmbərimizdən bir rəftar elədi ümmət. O həm peyğəmbərin öz dönəminə görədir, həm peyğəmbərdən sonrakı dönəmə görədir. Bunu biz sadəcə belə nəzərdə alsaq əgər, İsanı da belə əziyyət elədilər. İsanı məsələn yəhudilər çox incitdilər, həddindən artıq çox incitdilər. Biz nəzərdə alsaq ki, İsa bu çətinlikləri çəkdi. Məsələn, təsəvvür eləyin, möhtəşəm Əyyub peyğəmbər məsələn. Əyyub peyğəmbər. Mən o İsanı misal vurmaqdan bir məqsədim var. Həzrət İsa əleyhissalam. Təsəvvür eləyin, o Mel Gibson İsa peyğəmbərin kinosunu çəkib Hollywoodda çəkiblər və adətən o İsa peyğəmbərin doğum günü ərəfələrində o film xristian ölkələrində yayımlanır. Mən də orada bir müddət yaşamışam. Yaşadığım dövrdə orada görmüşəm onu. Orada bir yer var. O bir qadına zina nisbəti verirlər. İsa o qadını xilas eləyir və deyir bunu daşqalaq eləyəndə deyir ki, kim bu günahı eləməyibsə birinci daşı o atsın. Heç kim də atmır çünki insanlar hamısı özləri günahkar idilər. O qadın oradan xilas olur, sonra qadın İsa'ya tərəfdarlıq eləyir. Əla nəbiyyina və əleyhissalama. İsa'nı gətirirlər, onu şallaqlar, qırmanclar düzəldirlər, zəncirlərə kəsici alətlər vururlar, bağlayırlar və o kəsici alətlərlə İsa'nın qanını axıdırlar. O filmdə bir yerdə gəlir, göstərir ki, Məryəm ana və o xanımla bərabər başlarının örpəyin açırlar, İsa'nın qanın yerdən təmizləyirlər. Amma burasını açıqlaya bilmirlər, Məryəm niyə belə elədi? Bunu açıqlaya bilmirlər. Və Məryəmin dilindən orada deyilir ki, ilahi o mənim oğlum idi, övladım da axı o mənim. Onun qanın yerdən təmizləyirlər. Bizdə də tarixdə bir yerdə keçir ki, İmam Hüseyn əleyhissalamın balasını ki gətirdi, dedi siz mənə namə yazmısınız, çaylarımız aşıb daşır, indi bu şiiri xavriyə, çayda balıqlar ağlaşır. Su dolu nəhrilər sizin cürəyə inayət eləyin, cürənin qədri əsxərə bəlkə kifayət eylər. Sonra deyir ki, qəlbimi elə yandırır gül boğazındakı yara, kaş yarıydı ox, kaş qəlbimi yarıydı ox boğazın yara-yara. Yəni kaş mənim qəlbimi dəliydi o ox, deyir, əsxərin boğazın yara-yara. Ax şil olaydın hər mələ, ox hara, süd əmər hara. O İmam Hüseyn əleyhissalamın cavabında İmam Hüseyn balasının qucağında oxladı. Və qutiə həlquhu minəl uzuni iləl uzun, bu ağır bir məqamdır. Elə vurdu deyir oxu sağ qulağından sol qulağına qədər ox kəsdi Əli Əsxərin boğazını və o qanı götürdü, səpdi o qanı göylərə, baxdı dalıca ağladı. İmam Hüseyn əleyhissalam Münzəvi yazır bunu. Deyir, o qanı atdı göylərə, baxdı dalıca ağladı. İmam Hüseyn Əli Əsxərin qanını qoymadı yerə düşməyə və Peyğəmbəri də daşla vurub dişini sındıranda savaşda Peyğəmbər əlinin ağzına tutdu, qanın yerə düşməyə qoymadı. Məryəm qanı yerdən təmizlədi. Bunlar ardıcıl tarixdir ya. İmam Sadiq əleyhissalam bunu açıqladı. Dedi, bilirsiniz bunlar niyə baş verirdi? Buna görə ki, bir yerə ki Allahın vəlisinin qanı tökülər, ora bəla gələr. İstəmirdilər ümmətə bəla gəlsin. Baxa. Ümmətə bəla gəlməyini istəmirdilər. O qədər aləmlər üçün rəhmət idilər bunlar. Qanların qoymurdular yerə tökülsünlər, o yer quruyardı, məhv olardı, öz əlini udardı. Bunlar bunu istəmirdilər. Onu orada Məsihiyyətdə bu açıqlanmayıb deyə Mel Gibson onu orada açıqlaya bilmir. İslam kamil dindir deyə burada açıqlanıb deyə biz bunu bilirik ki, niyə belə elədilər. Sözüm buradadır ki, Peyğəmbər bu kamil dinin nümayəndəsi idi və gətirəni idi, gətiricisi idi, elçisi idi. O dinlər keçmişdi, o dinlər keçəndən sonra bu kamil dində də birin incitmək ən ağır incitməkdir. Diqqət edin, sözümün Peyğəmbər ora işarə edir. Deyir ki, onlar ki bilmirdilər, din keçməmişdilər, incidirdilər. Axı siz o dinlərin hamısını keçmişdiniz, gəlmişdiniz. Məni niyə belə incidirdiniz? Və ikinci tərəfi də orada sadəcə onların özünün inciməsi var idi insanlar. Burada isə Peyğəmbərdən sonra əziyyətlər başladı. Heç bir peyğəmbərin əhl-i beytin bu qədər incitməyiblər.
Heç bir peyğəmbərin özündən sonra gələnlərin bu qədər əziyyət eləməyiblər. Ardıcılların, vəsilərin bu qədər əziyyət eləməyiblər. Öz nəslin təsəvvür edin bir yerə çatıb iş. İndi bizim məntəqələrdə seyidlər var. Biz Ərəbistandan 3000 kilometr uzaqdayıq. Bu seyyidlər o zaman neçə aylarla yolları niyə gəlib burada məskunlaşıblar? Niyə peyğəmbər babalarının qəbrinin kənarında olmayıb buralara gəliblər? Neçə əsr peyğəmbərdən sonra belə yenə peyğəmbər balalarını incidirdilər. Bunlar sığındılar dünyanın. Bugün Çində seyyid var. Hindistanda seyyid var. Ən uzaq məntəqələrdə Azərbaycanda seyyid var. Tacikistanda seyyid var. İranda seyyid var. Baxın görün bunlar hamısı Ərəbistan yarımadasından uzaqlaşan adamlardır. Bunlar orada incidildiklərinə görə xəlifələr tərəfindən hicrət eləyiblər. Yəni sözüm burdadır ki, peyğəmbərdən neçə əsr sonra hicrət eləyən seyyidlər var. Peyğəmbər balalarını ondan neçə əsr sonra incidirdilər. Burada peyğəmbər onu buyurur. Peyğəmbər özünün incidilməyini heç vaxt ortaya çəkməyib. Baxın deyir: "Qul la əsəlukum aleyhi əcran illəl məvəddətə fil qurb." Mənim əhli beytimi sevin, ancaq sizdən bunu istəyirəm, başqa heç nə istəmirəm. Mənim nə qədər incidmişsə yoxdur. İstəmirəm, mükafat da istəmirəm. Amma mənim əhli beytimi incidməyəsiniz. Peyğəmbər bunu buyurur. Onda belə hədisdən belə anlaşılır ki, İslam peyğəmbəri təkcə cismani əziyyətdən danışmır. Mütləq surətdə. Mütləq ruhani. Çünki Əhl-i Beytinin başına nə gələcəyini Ağa Rəsulullah artıq görür. Meyracda danışdıq keçən verilişlərimizdə. Meyracda onun görür. əziyyəti əlbəttə ki, ağır olar. Mütləq surətdə və hətta peyğəmbər onlarla rəftar var, hədislər var. Sevgili peyğəmbərimiz İmam Hüseynin boğazını öpərdi. Məsələn, bunlar hamısı var da. Bunların hamısı bizim kitablarımızda mötəbər surətdə nəql olunub ki, peyğəmbər bunlardan xəbərdar idi. Və hətta xanım Zəhra sallallahu əleyha da bunlardan xəbərdar olmuşdu. Əli ibn Əbi Talib üçün də bunlardan bəziləri açıqlanmışdı. Bu Əhl-i Beyt üçün açıqlanmışdı bunlardan bəziləri. Hacı təşəkkür edirik. Allah razı olsun. Cümləmizdən Allah elmizə inşallah. bərəkət versin. Allah razı sizi olsun. bu xalqa çox görməsin. Sağ olun hacı, Sizi və əstəğfirullah. sizin simanızda olan bütün ruhaniləri, Amin ustadları, inşallah. Çox bütün sağ olun. şairləri, Əhl-i Beyt məddahlarını, şairlərini Allah öz pənahında saxlasın. Amin inşallah. Mən Allah istəyərəm qorusun. bizim ustadlarımızdan biri ilə bir vaxtı bir yerə məclisə getmişdik bir kəndə. O kənddə kənd ruhaniləri olur. Onları xüsusi dua elədi. Və sonra mənə dedi ki, hacı, dedim bəli. Dedi, Hasan bir yerə getsin, məntiqə əhlindəki ruhaniləri dua elə. Mən də istəyərəm ki, hacı biz dualarımızda şərik eləyək bu Ramazan ayında. Dünyanın hər yerində, məxsusən bizim ölkəmizdə, kəndlərdə, şəhərlərdə, televiziyada, sosial mediada Allahın, peyğəmbərin, Əhl-i Beytin, xüsusilə Quran qariləri, Quranı təfsir eləyənlər, Allah onların hamısının yerin göyün bəlasından hifz eləsin. Allah hamısından qəbul eləsin. Allah hamısının nəfəsinə bərəkət versin. Ömrünə, ailəsinə bərəkət versin. Amin. Allah sizdən razı olsun. Çox sağ olun. Allah Təşəkkür edirik. Çox sağ olasınız. Var olasınız. Allah var eləsin. Əziz dəyərli tamaşaçılarımız, verilişin sonuna gəlib yetişdik. Sağ salamat qalın.